Hər kəsə salam. 2025-i xilas edirəm gün 18-ə xoş gəlmisiniz. Bu gün danışırıq 30 gün 30 fərqli məndə ingilis dilinə. Deməli, bu mənim ingilis dili dəftərimdir. Burada hər şey yazmışam. Həm burada var dərslərdən öyrəndiyim şeylər, həm var gəldiyim nəticələr. Yəni içində hər bir şey var. Birincisi onu demək istəyirəm ki, insan beyni sərhədsizdir. Yəni insan istədiyi qədər dili, istədiyi qədər müddətdə rahat şəkildə öyrənə bilər. Yetər ki, onu gözündə böyütməyəsən. Və burada da ingilis dillə bağlı götürdüyüm bir qeydlər var. Bir də sonda sizə bir kurs məsləhət görəcəm. Reklam deyil, sadəcə məsləhət xarakterli. Özüm bəyəndiyim üçün sizə də demək istəyirəm və onun haqqında da danışacağıq. İlk olaraq nə öyrənmişəm? Deməli, bu müddətdə mənim onsuz da ingilis dil səviyyəm var idi. Durub burada ağıl verməyin mənası yoxdur ki, ay sıfırdan başladım, el oldu və s. Amma onu deyə bilərəm ki, sözləri, məsələn, mən həmişə söz kimi öyrənən insanlardanam, amma ifadə şəklini öyrəndə daha tez yadımda qaldığının fərqinə varmışam ki, ifadə kimi, yəni müəyyən bir cümlənin parçası kimi öyrənmək daha rahat imiş əslində. Həm də artıq bir cümlə olub bazamda. Digər bir tərəfdən bunlar həm də o bəhs eləyəcəyim kursdan eşitdiklərim, gəldiyim nəticələrdir. Niyə dildə məntiq axtarırıq ki? Heç öz dilimizdə sorğuluyuruqmu ki, bu cümləni niyə belə eləmişik? Niyə istisna eləmişik? Niyə elə bir şey var? Niyə belə bir şey var? Eləmirik də. Çünki uşaqlıqdan bəri öyrəndiyimiz bir dildir, ana dilimizdir. Hamı belə danışır, biz də belə danışırıq və bunu mənimsəyirik. Amma bu kurslarla və ümumiyyətlə özüm də öyrəndikcə, məşq eləyə fərqinə varmışam ki, bacardığın qədər yamsıla, heç nəyi də məntiq axtarma. Yəni məntiq axtarmaq lazımdır təbii ki, qaydalarda, amma sorğulamaq yox. Niyə belə, niyə elə yox. Sadəcə öyrənmək lazımdır. Ondan başqa məsələn, onu öyrənmişəm ki, müxtəlif ifadələri, məsələn, mən elə bilirdim ki, atalar sözləri öz dilimdə daha doğrusu tez-tez istifadə edirəm də. Təbii ki, yersiz istifadə eləmirəm. Düşündüm ki, ingilis dildə də çoxlu öyrənim, istifadə eləyərəm. Sonra fərqinə vardım ki, axı mən öz dilimdə yersiz atalar sözü istifadə eləmirəm, yeri olanda istifadə eləyirəm. İngiliscədə də eynisini tətbiq eləməyə başladım. Yəni hər öyrəndiyim atalar sözü üçün bir cümlə qurmaq məcburiyyətində hiss elətdirmədim özümə. Məsələn, bu da belə bir özümün öyrəndiyim bir şeydir. Digər bir tərəfdən, məsələn, dil öyrənməyə başlayanda mütləq şəkildə əlifbanı öyrənmək. Onu da indi məsləhət görəcəyim kurs sayəsində sizə deyirəm ki, çünki hər bir dilin təməli vardır. Bu hərflər, bu səslər hardan gəlir? Mütləq şəkildə əlifbanı öyrənmək çox xoşuma gəlmişdi. Ona görə də sizə də məsləhət görürəm. Deməli, sonra müxtəlif YouTube kanalları, cizgi filmləri, podkastlar və s. deməli, o qədər sosial mediada çox belə deyim, informasiya zibilliyidir də əslində sosial media əgər düzgün istifadə eləməsən və o qədər çox məlumat var ki, insan bilmir hansını eləsin, biri yaddan çıxır. Məsələn, telefonumun qalereyasında o qədər çox ekran şəkilləri var ki, hə, bunu da oxuyaram, bu mətni də oxuyaram, bu kanala da abunə olaram deyə SS eləmişəm, amma yəni heç qalıb orada da, yəni yaddaş doldurmaqdan başqa bir məqsədi yoxdur. Amma məsələn, həmən kursun Peppa Pig-i məsləhət görmüşdü ki, çox məşhurdur indiki uşaqlar arasında bu cizgi film. Mən o qədər də fanı deyiləm düzü. Amma məsələn, hər hansısa bir işi görəndə mahnı arxada açmaqdansa o Peppa Pig-i açıram. Orada donuz ailəsi də onlar öz macəralarından danışırlar. Mən də dinləməmi inkişaf elətdirirəm. Yəni öz işimlə məşğulam, amma o arxa planda danışır və mən bilirəm ki, mən indi öz işimlə məşğul ola bilərəm, amma beynim oradakıları da düşünür. Ondan sonra məsələn kitablar məsləhət görmüşdü və bir də mən sizə göstərmişdim səviyyə kitabları. Məsələn, mən o kitabları da oxumuşam bu il. Belə deyim, lüğətə ehtiyac duymamaq mükəmməl bir hissdir. Onsuz da hər birinin arxasında da lüğətlər var. Bunları da sizə göstərmişdim kitab sərgisinə getdiyim videoda ki, oradan əldə eləmişəm. Kaş ki, çox alsaydım deyə düşünürəm, amma çox bir çeşid var idimi? Düşünmürəm bir o qədər çeşid olduğunu. Amma nə isə. Ondan sonra məsələn dedim axı hər şeyi bu dəftərə yığıram. Bu arada bu dəftərdə hədiyyə rəfiqəm almışdı mənim üçün. Nə isə, indi isə qərar vermişəm ki, indi ingilis dili macəramı yenidən nə vaxt başlasam, düşünürəm ki, imtahanlardan sonra lüğət dəftərimdir. Və mən Van Gogh fanı olduğum üçün, özü də Van Goghdur. Burada da onun əsərlərindən kiçik alfabetlərdir. Lüğətin düşünürəm lüğəti bölüm ifadələrlə öyrəndiyim sözlər, ifadələrlə öyrənməyibsə söz öyrəndiyim şeylər, yəni bu şəkildə bölmək istəyirəm. Onun üçün də bu dəftəri tutmuşam, onu da sizə göstərmək istədim. Ondan qeyri dəftərimin səhifələrim məsələn nə yazmışam kursla bağlı indi məsləhətlərimi keçsəm. Məsələn təkrarladır. O qədər çox təkrarladır ki, mövzudur. Deyək ki, hansısa qrammatikanı çox sadə bir şəkildə izah eləyir. Tez
tez təkrarladır və ətraflı şəkildə izah edir və bunun üçün də rahat olur. Yəni öyrəndikcə ancaq qeyd götürmüşəm ki, kurs mənə nə cürə kömək elədi. Sonra motivasiya verir. Mütləq hər dərsin sonunda motivasiya eləyəcək bir şey deyir ya da elə nümunələrlə elə məntiqli şəkildə izah eləyir ki, yəni dərsdən həzz alırsan. Yeni sözlər öyrədir, mahnı nümunələr verir, podkast nümunələr verir. Hə bir də aforizmlər. Yəni o qədər maraqlı aforizmlər öyrəndim ki, çox xoşuma gəlmişdi. Aforizmlərlə yanaşı sonra baxıram nə var. Yəni güclü feillər ki, demək olar hər bir cümlədə bizim ehtiyacımız olacaq, özümüzü ifadə eləyəndə o feillərə qədər öyrədir. Bununla yanaşı müəyyən bir qeydlər də götürmüşəm. Məsələn, dinləmək üçün belə qeyd götürmüşəm ki, bütün suallar üçün açar sözlər fikirləş. Elə bir diqqət yayılmayacaq mövqeyə gətir özünü və açar sözlər fikirləş ki, o sənə kömək eləsin. Məsələn, vaxt tut. Bunu bütün imtahanlar üçün məsləhət görürəm ki, vaxt tutmaq ən ideal vasitədir. Bir də yəni toplum olaraq məncə elədiyimiz səhv odur ki, yəni dil öyrənəndə səhv eləyirik, səhvin baxırıq səhvə təbii ki, amma ötəri keçirik üstündən ki, hə tamam bildim ki, burada səhv eləmişəm. Amma dərinini getmirik. O səhv niyə elədim? Diqqət pozğunluğundanmı irəli gəldi? Vaxt azlığındanmı irəli gəldi? Yoxsa mən bu mövzunu bilmirəm, yoxsa bu mövzunu bilirəm, amma o hissədə boşluq var. Yəni bu şəkildə sorğulamaq lazımdır deyə düşünürəm. Bu mənim listeninqlə bağlı qeydlərdir. Writing-lə bağlı qeydlərim o ola bilər ki, məsələn, mən gündəliklərimi ingilis dilində doldurmağa diqqət edirəm. Həm bir fərqli dildir, həm də ki, dili unutdurmur. Nəzərə alsaq ki, mən bir tələbəyəm, dildən başqa məsuliyyətlərim də var. Təbii ki, dil qalır 2-ci, 3-cü, hətta 5-ci planda və s. Ona görə də ən azından hər gün axşam yazanda belə 3 cümlə belə yazsam, onu ingilis dilində yazıram ki, ən azından təməl sözləri unutmayım. Ondan sonra onu deyə bilərəm ki, hə, şəxsi fikirlərə yazıda bir o qədər də əhəmiyyət verilmir. Gərək ki, fikrini elmi formada ifadə eləyə biləsən. Nə qədər çətindir, hələ biz öz dilimizdə özümüzü akademik səviyyədə çox çətinliklə ifadə edirik. Gərək çox məşğul olaq, çox üstünə düşək ki, qəşəng şəkildə ifadə eləyə bilək. Eynisi burada da keçərlidir. Yəni başqa xarici dil üçün də keçərlidir. Əgər bizim akademik səviyyədə bu dilə ehtiyacımız varsa, yazanda öz fikirlərimizə yox, ümumi, düzgün ola biləcək elmi fikirlərə istinad verməliyik. Bunu öyrənmişəm. Ondan sonra hə, ideya var. Müəyyən bir ideya mətni necə adaptasiya eləmək olar? Həmin cümlənin sözləri, sinonimlərini əvəz eləyirik, amma xüsusilə diqqət etmək lazımdır. Hər sinonim bir-birini əvəz eləyə bilər. Məsələn, eynək, çeşmək, gözlük bir-birini əvəz eləyə bilər. Amma məsələn, ürək, qəlb, könül bir-birini əvəz eləyə bilməz. Məsələn, bizim dilimizdə belədir. İngilis dilində də eynisi keçərlidir. Gərək düzgün sinonimlər tapasan. Sonra çoxlu kitab oxumaq da ideyanı inkişaf elətdirir. Çünki bədii kitabdan söhbət getmir. Burada elmi məqalələr və s. ki, dil bazası belə deyim, yaddaşda baza da elmi cümlələr olduğu kimi də yadda qala bilir. Bir də görsən ki, durduq yerə hansısa cümlə yada düşdü. Zən bu mənim yadıma hardan düşdü? O çoxlu oxumaqdan irəli gəlir. Ondan sonra bir də cümlə mətn yazılışın quruluşu var. Necə bir ifadə idi bu? Yəni ki, giriş hissə, body, yəni bədən hissəsi, nəticə hissəsi. Onların strukturunu burada danışmağa ehtiyac yoxdur məncə deyə düşünürəm. Ondan sonra reading barədə nə qeydlər götürmüşəm? Deməli, mətn oxumağa ehtiyac yoxdur. İndi bu biraz gülməyə gələcək, amma əvvəldən danışdığım Pacer metodu var idi. Orada da əslində eyni şey deyirdi. Suallar əsasında mətnin təyin eləməliyik. Girişi oxumalıyıq, nəticəni oxumalıyıq. Bir də sadəcə göz gəzdirməliyik ki, görək bu hissədə nədən danışır. Və məsələn, bir də şeylər olur da, çox vaxt gözüm qaşandı, sorry. Olur ki, boşluqları doldur. Onda biz baxmalıyıq mütləq ki, bu boşluqda hansı nitq hissəsini istəyir, tam olaraq nə istəyir və s. Ya da olur məsələn true false not kimi olur da. Həmin hissələrdə baxmalıyıq ki, əgər onun sinonimi ilə ifadə olunubsa, yəni not kimi olur. Amma bir şey, yəni inkardırsa, ifadə edə bilməyəcəm fikrimi, çünki özüm belə güclə, yəni özümün belə uzun bir vaxtımı alıb o not given-dan false yoxsa true olduğunun arasındakı o şeyi belə deyim, müvazinəti tapmaq özüm üçün də çətin olub. Ona görə izah eləməkdə də çətinlik çəkirəm. Amma nəysə, o ən azından tətbiq eləməyi öyrənmişəm. Bir də danışıqda nəyi öyrənmişəm? Danışıq təbii olmalıdır, günlük nitqimizə də uyğun gəlməlidir. Məsələn, deyirik yazıda elmi olmalıyıq. Danışıqda da bir o qədər, təbii ki, lazımdırsa formal nitqi qorumalıyıq, amma bir o qədər də, yəni rahat şəkildə özümüzü ifadə eləməyi bacarmalıyıq. Bunun üçün də danışıq kartlarından istifadə eləyə bilərik. Məncə götürdüyüm qeydlər bu qədər idi. Bir də kursun adı FİEZ-dir və məsləhət gördüyüm kameranı uçurtdum. Məsləhət gördüyüm şeylər burdan həm nəticə gəldiyimdə, həm də ümumilikdə toplam götürdüyüm resurslardan. Onu demək istəyirəm ki, British Council saytında da qəşəng qrammatika izahları var. Sonra səviyyənizi oradan müəyyən edə bilərsiniz. British Council saytında pulsuz şəkildə tətbiqi yükləyirsiniz telefona və oradan sadəcə qeydiyyatdan keçirsiniz, Gmail yazırsınız, bitdi.
və rahatlıqla səviyyənizi yoxlaya bilərsiniz və oradakı səviyyədə güvənə bilərsiniz. Hə, o ki gəldi kursa, bunu belə eləsəm daha qəşəng olacaq. Aha. Gəldik kursa. Kursda təkcə ingilis dili yoxdur. Sadəcə 1 ay ərzində reklam deyil, məsləhətdir. 1 ay ərzində 5 manat verirsiniz. Həmin 5 manata həm ofis proqramlarını öyrənə bilərsiniz, həm müxtəlif dilləri öyrənə bilərsiniz. Həm məsələn, indi gəlib uşaqlar üçün təməl ingiliscə, fransızca və sair kimi şeylər və sair bir çox şey öyrənmək olar. Məsələn, gəlsək ingilis dilinə. İngilis dilində də məsələn A1, A2 modulunu bitirmişəm. A2, B1 modulunu da bitirmişəm. B1, B2 modulunun da yarısına kimi gəlmişəm. Burada məsələn aynalama texnikası qalıbdır. Məsələn, ümumilikdə kursun üstünlüklərindən danışsaq, burada yazır ki, nəyi öyrədir? Təməl məsələn ifadələri öyrədir, başlanğıc səviyyədə əlifbanı öyrədir, kəlmələr və sadə qrammatikanı öyrədir. Hətta burada təlimatlar da verir. Əslində, yəni onlayn kursdur. İstəsən gecə 5-də qoşul, istəsən səhər 6-da qoşul, yəni heç bir fərqi yoxdur. Yəni rahat şəkildə istifadə edə bilirsən. Amma burada elə bir mühit yaradıblar ki, sizin üçün rahat şəkildə müəllimlə hazırlaşırmış kimi hiss edə bilirsiniz. Məsələn, deyir, dəftər götür, not tut, yaz, əzbərlə. Baxmayaraq ki, kurs türk dilindədir, türk ingilisdə, yəni. Amma azərbaycanlılar da Azərbaycan kartı ilə rahatlıqla qeydiyyatdan keçə bilir. Ondan sonra gəlir A2, B1 səviyyəsinə. A2, B1 səviyyəsi artıq orta səviyyədir. Müəyyən qədər təməldəki sözləri və aksent üzərində işləyir və qrammatika üzərində də işləyir. Ən sevdiyim cəhət ondan ibarətdir ki, qrammatikanı o qədər rahat şəkildə öyrədir ki, çətinlik çəkmirsən başa düşəndə. Yəni təmələ necə lazımsa eləcə də öyrədir və mahnı verir, podkast, alışdırma örnəkləri, hətta çalışmalar belə burdan biraz məsələn çalışma PDF-lər verir ki, hekayə oxursan, suallara cavab verirsən və s. Sonra gəlir B1, B2 səviyyə və hər səviyyənin sonunda mütləq şəkildə aynalama metodundan istifadə eləyərək cümlələr qurmağı, dialoq qurmağı öyrədir. Deməli artıq B1, B2 səviyyədə deməli, yenə aksenti öyrədir, amma burada kəlmə bazasını daha da genişləndirir, qrammatikaya da xüsusilə yer verir. Hətta mən deyərdim ki, indiyə kimi ömrümdə, yəni etiraf eləmək lazımdır, clef sentence nədir mən bilməmişəm. Baxmayaraq ki, 11 il məktəbdə, 6 ildə universitet həyatım boyunca, yəni müəyyən qədər ingiliscə keçmişik. Mən ömrümdə clef sentence nədir bilməmişəm. Məsələn, bu kurs sayəsində öyrənmişəm ki, fikrimizi belə Azərbaycan dilində mən sənə demişdim. Yəni bu vurğunu demək üçün ya da ki, axı mən demişdim. Orada elə bir şey cümlədə vurğulu demək istəyirsə, intonasiyalı demək istəyirsə, clef sentensinin necə qurulmasına və necə istifadəsindən hamısını öyrədir. Məsələn, belə fərqliliklər də var. Dediyim kimi, etiraf edirəm ki, mən ilk dəfə idi belə bir şey olduğunun fərqindəydim. Hə, bir də aynalama texnikasını da göstərim ki, bir çox aynalama texnikası ilə bağlı videolar var ki, kömək eləyir və bir də sözlər, ifadələr, əsas feillər hər birini öyrədir. Deməli, bunu da dediyim kimi bir dənə aylanması qalıb, amma C1, C2 artıq ən üst level olduğu üçün burada artıq yazı bacarığını da inkişaf elətdirməsi. Bunu işləmədiyim üçün çox haqqında məlumat vermək istəmirəm, amma artıq güclü qrammatikadan, güclü danışıqdan, güclü yazı və dinləmədən necə çatmaq olar, onları öyrədir və s. Və xüsusilə üstünlüyü ondan var ki, məsələn, vasitəli, vasitəsiz nitq olsun, atalar sözü, aforizm olsun, qrammatika olsun, hər biri haqqında detallı məlumatlar verilibdir. Dediyim kimi, məsələn, elə insan var ki, kursları verəcək qədər müəyyən büdcəsi yoxdur. Elə insan var ki, büdcə var, amma vaxtı yoxdur. Elə insan var ki, məsələn, kursla ayaqlaşa bilmir, kursa get, gəl, o yolda yorğunluq olur və s. Evin içində rahat şəkildə oturursan, istədiyin saatda qoşulub istifadə edə bilirsən və rahatlıqla, hətta burada səhv eləmirəmsə, AI assistant da var, səhv xatırlamıramsa. Məncə bu modulun tərkibində var. Yəni bilmədiyini də soruşa bilirsən. Ondan əlavə, hətta bilmirəm bizim üçün nə qədər əlverişli olar, çünki nəzərə alsaq ki, türk müəllimlərdir. Yanlış yönləndirməyim, amma məncə türk müəllimlərlə ingilis dili danışıq məşqləri də olur ki, Zoom üzərindən aparılır. Rahat şəkildə qeydiyyatdan keçib ondan da istifadə etmək olur. Yəni bir kurs 5 manata bizə nə verə bilərsə, hər birini verir deyə bilərəm. Ümumilikdə ingilis dili ilə bağlı demək istədiklərim bu qədər idi. Beynimiz sərhədsizdir. Yetər ki, biz istədiyi qədər vaxtı ona ayıra bilək və onun istədiyi məlumatları ona verə bilək. Ondan sonra heç bir dili öyrənmək və danışmaq çətin olmamalıdır. Çünki biz insanıq, nələrə qadirik. Dil onun yanında nə qalır ki? Hər kəs istədiyi dildə öyrənə bilər, istədiyi şəkildə ana dilinmiş kimi danışa da bilər. Yetər ki, ürəyindən keçsin, içindən keçsin. Bu günlük bu qədər. Sağ olun.